Avropa İttifaqı Ermənistanın daxili işlərinə, xüsusilə qarşıdan gələn parlament seçkilərinə müdaxilə etmək istəyir. Ermənistana göndəriləcək mülki missiyanın məqsədi səsvermənin nəticələrinə təsir etməkdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Zaxarova bəyan edib ki, Avropa İttifaqı Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq. Onların parlament seçkilərinin nəticələrinə təsir etmək istəkləri sir deyil. Avropa İttifaqı dezinformasiya ilə mübarizə adı altında Ermənistanın informasiya məkanını və siyasi-iqtisadi prosesləri nəzarətdə saxlamaq istəyir. Zaxarova xəbərdarlıq edib ki, Ermənistandakı seçkilərə müdaxilə regiondakı vəziyyəti poza bilər. Ermənistan baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump arasında telefon danışığı olmayıb. Telegraf xəbər verir ki, Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan bu barədə yayılan iddianı təkzib edib. X sosial platformasında bəzi hesablar tərəfindən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın güya Truth Social platformasında Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını bildirməsi barədə açıq şəkildə saxta və manipulyativ məlumatlar yayılır. Bildirirəm ki, belə bir telefon danışığı baş tutmayıb. Ermənistan baş naziri ilə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump arasında bu məzmunlu hansısa müzakirə olmayıb. Yayılan məlumat saxtadır, reallığı əks etdirmir. Qeyd olunan iddia xarici informasiya manipulyasiyası və ya müdaxiləsi üçün xarakterik əlamətlər daşıyır. Xüsusilə onun yayılma metodologiyasını nəzərə alaraq, bunu X platformasında bir sıra hesablar tərəfindən eyni və ya əlaqəli ifadələrlə gücləndirilmiş şəkildə paylaşılmasını və ya yoxlanılmamış mənbəyə əsaslanan iddianın dövrəyə buraxılmasını sistemli informasiya manipulyasiyası cəhdi kimi qiymətləndiririk, o bildirib. Baqdasaryan belə dezinformasiyaların Ermənistanın milli təhlükəsizliyi, xarici siyasəti və regional sabitliyə zərər vura biləcəyi barədə xəbərdarlıq edib.